Etimad amili bütün növ münasibətlərdə aparıcı, hətta həll edici rol oynayır və ona görə də istənilən formatlarda əgər tərəflər işbirliyi qururlarsa, onlar çalışırlar, ilk növbədə etimad mühitini formalaşdırsınlar, onu möhkəmlətsinlər və etimadın özündə göstəriciləri var. Bəzi hallarda görürsən ki, bir səhv ucbatından o artıq haradasa aşağı bir indeksləri nümayiş etdirir və belə olduğu halda təbii ki, münasibətlərdə həm də soyuqluq yarana bilir. Təbii siyasi aləmində də etimad mühitinin demək olar ki, əvəz edilməz rolu var. Və əgər bir tərəf digər tərəfin alicənablığından, düzlüyündən, qaydalara riayət etməsindən sui-istifadə edirsə, deməli, burada nəsə düzgün deyil. Salam dəyərli tamaşaçılar, biz bu günləri müzakirə vaxtında Milli Məclisin deputatı Azər Allahverənovla Azərbaycan və Avropa təsisatları arasında olan vəziyyətə münasibət bildirəcəyik. Eləcə də bilirsiniz ki, Ermənistanın paytaxtında artıq Avropa Siyasi Birliyinin növbəti zirvə görüşüdür. Ona da biz münasibət bildirəcəyik. Azər müəllim, ilk növbədə mən sizi salamlayıram və minnətdaram ki, bizim dəvətimizdir. Qəbul edib bir gün buradasınız. Çox sağ olun, siz sağ olun. Azər müəllim, belə sizin iştirakınızla bir neçə gün əvvəl Azərbaycan Respublikasının Milli Məclisi artıq Avropa ilə bağlı, Avropa Parlamenti, digər təsisatları ilə bağlı münasibətini bildirdi. Bilirsiniz, belə bir deyim var xalq arasında, deyir, sonsuz dəhşətdənsə dəhşəti son daha yaxşıdır. Biz uzun illər idi görürdük ki, Avropa demək olar ki, Azərbaycanın həqiqətini, yəni Azərbaycan yox, ümumi həqiqəti inkar edirdi. Sonra Azərbaycanı hardasa çalışırdı, borclu çıxartsın. Sonra Ermənistanla bağlı açıq-aşkar onlara dəstək və agresiyanın, sonra işğalın qurbanı olan Azərbaycana bir sıfır dərəcəsində münasibət. Bax, mənə elə gəlir ki, bu elə dünya siyasi aləmində də çox gözlənilməz, amma həqiqətən də çox yönlü, mən deyərdim belə, əsaslı bir gediş oldu. İndi bunun hansı effektlərini biz gələcəkdə görə biləcəyik? Toxum müəllim, bəli, siz tamamilə doğru qeyd elədiniz ki, bu beynəlxalq münasibətlər sistemində etimad faktoru olduqca vacibdir və bəlkə də bir çox proseslərdə də həll edici olur. Yəni bir dövlətin digər bir dövlətlə bağlı və ya bir təsisatla bağlı qurduğu bir xarici siyasət kursunun praqmatik olması həm də bax bu etimad amilini də mütləq nəzərə almalıdır. Çünki etimad olmadan praqmatik xarici siyasət kursu qurmaq çox çətin məsələdir. Amma etimadın başqa bir xüsusiyyəti də var. Etimadı qazanmaq çox çətindir, itirmək çox asandır. Azərbaycan hər bir zaman beynəlxalq münasibətlər sistemində elə bir mövqedən çıxış edib ki, ona hətta bir balaca belə etimad varsa da belə, Azərbaycan çalışıb ki, heç vaxt o etimadı nəinki itirməsin, hətta artırsın, gücləndirsin. Və bugün Azərbaycanı siz fikir verin, bütün qurduğu strateji tərəfdaşlıq əlaqələri məhz Azərbaycanın nümayiş etdirdiyi etimad mövqeyindən və fəlsəfəsindən irəli gələn bir strateji tərəfdaşdır. Çünki Azərbaycanın bugün artıq etibarlı tərəfdaş kimi əgər bu dövlətlər qəbul edirsə, bu 1, 2, 3, 5 dövlət deyil. Söhbət hətta biraz da geniş götürsək qoşulmama hərəkətıdır. Qoşulmama hərəkatı istəsənizə gətir ki, dünyanın 100-dən çox dövlətini 130-dan çox. Bəli, 100-dən çox qlobal cənub bütövlükdə Azərbaycana etibar edir. Bugün Azərbaycanın təşəbbüsü ilə qlobal cənub platforması yaranır. Hətta vətəndaş cəmiyyəti insular səviyyəsində. 100-dən çox dövlət həmin qlobal cənub platformasında təmsil olunur. Yeri gəlmişkən, may ayının 19-da o şəhər salma forumu çərçivəsində onların bir Bakı toplantısı keçiriləcəkdir. Yəni, bilavasitə mən özüm də o prosesdə iştirak edirəm. Bu artıq nədən xəbər verir? Azərbaycana olan etimad, hətta bir balaca element varsa, Azərbaycan onu gücləndirir, maksimum səviyyəyə çatdırır. Ondan sonra da strateji tərəfdaşlıq əlaqələri qurulur və sonraki mərhələdə Azərbaycan bütün atdığı addımları ilə həmişə bax bu etimad elementini ön plana çəkir və qarşı tərəfə də məhz bu mövqedən çıxış edərək münasibət bəsləyir. Avropa İttifaqı ilə Azərbaycan münasibətləri də məhz Azərbaycanın bu instituta göstərdiyi etimad elementi üzərində qurulmuşdu. Yaddan çıxartmayın, 2015-ci ildə Avropa Parlamentində biz fəaliyyətimizi dayandırdıq. Yəni,
məlum əlaqələrimizi dayandırırıq daha doğrusu. Fəaliyyətimizi yox, əlaqələrimizi dayandırdıq 2015-ci ildə. Nə üçün? Çünki dəfələrlə qərəzli qətnamələr qəbul edildi Azərbaycana qarşı. Azərbaycan işğalın qurbanıdır. Azərbaycan xalqı soyqırımına məruz qalır. Azərbaycan əhalisi 300 mindən çox Ermənistanda etnik təmizləmələrin qurbanı. Bəli, təqribən 800 mindən də çox işğal altında olan bizim Qarabağ torpaqlarından olan insanların hüquqları kobud şəkildə Ermənistan tərəfindən pozulduğu halda hər dəfə qətnamə qəbul olunur. Elə bil ki, sanki iki dövlətin adı getməli olduğu halda qurban Azərbaycandır, bunu törədən Ermənistandır. Hər dəfə bunların yerlərinin dəyişdiyini görürük. Elə bil ki, çox maraqlı bir siyasət. Yəni təsadüfi deyildi də bu. Təbii yəni ki, bu əvvəl bir məqamdan qərəzin məqsəd yönlü siyasət idi və bu məqsəd yönlü siyasət sirayət eləyirdi digər müstəvilərə də. Məsəl üçün Minsk qrupunun fəaliyyətinə də sirayət eləyirdi. Digər Avropa təsisatları, institutlarına da təsir eləyirdi. Dövlətlər ayrı-ayrılıqda öz parlamentində məsələləri müzakirəyə çıxardırdı. Hər dəfə hansısa bir anti-Azərbaycan bir qətnaməsi doğurdu. Amma bu hardan baş verirdi, nə üçün baş verirdi? Yəni, çoxlarından soruşsan, elə həmin Avropa parlamentində 600-dən çox deputat var da. Onlardan soruşsaz ki, siz Azərbaycan hardadır, bəlkə də xəritənin arasında tapa bilməyəcəklər. Amma elə bir həmrəy şəkildə Azərbaycanla bağlı qətnamə qəbul edirlər, sanki elə bir ki, dünyanın bütün problemləri həll olunub, bir dənə qalıb da Azərbaycan və hansı ki, güya ki, hansısa bir formada erməni xalqını və ya Ermənistan Respublikasını bu və ya digər formada hüquqlarını pozmuş olur. Və ya Ermənistana qarşı işğalçılıq siyasəti yürüdür və ya Ermənistan torpaqlarına... Elə məhz bunu deyirlər, güya ki, Azərbaycan Ermənistana dair işğalçı siyasət yürüdür. Həm də ermənilərə təcavüzlər törədir. Baxın, narrativlər dəyişməyibdir. 2015-ci ildə biz Avropa parlamentinin əlaqələrimizi dayandırdığı dönəmdə 2016-cı ildən etibarən emissarlar başladı Azərbaycana səfərlər etməyə. Xahiş, minnət, gəlin bu əlaqələri bərpa eləyək və s. və ilaxır. Sanki düzələcək və heç vaxt belə anti-Azərbaycan özlərində davranışına heç bir korrektorlar etmədilər. Heç bir korrektor. Baxın, parlamentin binası durur, içindəki insanlar dəyişir, həmən o 600 nəfər deputat Avropa parlamentində dəyişir, amma narrativlər dəyişmir. Nə üçün? Çünki erməni diasporası, erməni lobbi qrupları həmən qruplarda, həmən mərkəzlərdə, həmən onların bağlı olduğu dövlətlərdir, onların bağlı olduğu siyasi mərkəzlərdir, onların bağlı olduğu hansısa təsisatdır. Məsələn, Amerika Birləşmiş Ştatlarında Anka təşkilatı, o bekar oturmur ki, o da həmən Avropada olan erməni diasporuna çox sıx əlaqədə işləyir. İndi biz gəlin məsələyə biraz başqa kontekstdə də baxaq. Biz bir məsələni də yaddan çıxarmaq. Avropa parlamenti faktiki olaraq bugün formalaşır Fransanın diktəsi altında. Bəli. Yəni bu bir danılmaz bir faktdır. Və Avropa parlamentində olan Avropa İttifaqının üzv ölkələrin nümayəndələri yenə də öz ölkələrində həmin o erməni diasporasının və lobbi qruplarının fəal dəstəyi ilə, həm də ki, onların vəsaiti hesabına. Yəni bəli, bu da var. Əlbəttə. Və nəticə etibarilə biz nə görürük? Narrativ elə bu səbəbdən dəyişmir. İndi məsələn biraz başqa tərəfdən də baxaq. Yəni bunu başa düşdük. Erməni diasporasında başa düşdük, erməni lobbisində başa düşdük. Axı biz Avropa parlamentinin üzvünə sual verəndə ki, siz Paşinyandan çox ermənim olmaq istəyirsiniz. Yəni Paşinyan ermənidirsə, Paşinyan bu ölkənin baş naziridirsə, Paşinyanın bugün yürütdüyü bir siyasət var. Axı sizin qəbul elədiyiniz narrativlər və qərarlar Azərbaycanı qoyaq bir qırağa. Ermənistan xətti ilə uzlaşmır. Bəli, Ermənistan milli maraqlarına birbaşa cavab vermir. Onu da qoyaq bir qırağa. Axı bu açıq-aşkar təhdiddir. Siz ikinci missiyanı göndərirsiniz Ermənistana. Adını da qoyursunuz ki, ölkə hibrid təhdidlərlə üz-üzə qalır. Özü bu qısa bir müddətdə olmalı idi. Parlament seçkilərinə indi 2 illik göndərirsiniz. Deməli, əlavə bir rıçaq saxlayırsınız. Deməli, burada söhbət nədən gedir? Belə çıxır ki, siz güya ki, erməni xalqının taleyi və Ermənistan Respublikasının aqibəti sizi çox ciddi düşündürür ki, siz bir 2 illik də hələ bir missiya var idi. Amma sual verən gərəkdir. Axı bu həmin Ermənistandır və həmin baş nazirdir ki, hansı ki bugün Vaşinqtonda avqust ayının 8-də Vaşinqton razılaşmalarına imza atır. Sülh prosesi başlayır. Sülh müqaviləsinin mətni belə paraflanıbdır. Və orada konkret olaraq qoyulmuş məsələlər var. Siz o sülh mətnində qoyulmuş məsələləri sanki Azərbaycan pozmuş kimi qələmə verirsiniz. Və bu da baş verir həmin o qətnamələrin qəbul olunma prosesində. İndi belə vəziyyətdə
təbii ki, biz Azərbaycan tərəfi olaraq nə etməliydik? Təbii ki, ən Əlbəttə. doğru qərarı Biz biz qərar verdik. verməliydik, təbii. Çünki Avropa Parlamenti özünün qərəzli, anti-Azərbaycan, kifayət qədər o sülhə təhdid yarada biləcək narrativlərdən əl çəkməli. Onu da qoyaq bir qırağa. Axı Avropa İttifaqı Azərbaycanın strateji tərəfdaşlığı enerji təhlükəsizliyi sahəsində. Deməli görünən odur ki, yəni biz həmişə ondan da söz açmışıq. İki tərəfli ikili standartlar, üçlü standart, üç standartlar. Bizim tələbimiz üzrə həmişə bir olub ki, bərabər hüquqlu tərzdə biz yəni bir münasibətlərimizi tərəfdən qurmalıyıq. strateji tərəfdaşlığı daha da gücləndirilməsində maraqlı olduqlarınızı ifadə edirsiniz. Ursula von der Bizim Leyenin qapımızı dilindən, döyürsünüz, bizdən qaz Xoşdanın, istəyirsiniz, bəli, bizdən bəli, enerji bəli. generasiyasını tələb edirsiniz. Yəni ki, ən azından bu Kallaslı və digərlərinin məşhur bununla bağlı müraciətləri var. Amma digər tərəfdən də Avropa Parlamenti. Yaxşı, indi belə çıxır ki, siz çalışırsınız ki, iki deməli bir stul üzərində oturasınız. Bir tərəfdən strateji tərəfdaşlığı gücləndirəsiniz Azərbaycandan, o tərəfdən də deyəsiniz ki, incimin biz bunu qəbul eləməliyik də. Niyə qəbul eləməliyik? Çünki erməni diasporası lobbisi fəaldır. Onlardan pul alıbdı bizim Avropa Parlamentinin üzvləri. Onu özdə mən demirəm, bunu özləri deyir. Özləri deyir, bəli. O Akampo'nun video müraciətində də, müsahibəsində də bu məsələ çıxdı ortalığa, açıq. Yəni biz deyirdik də, Josep Borrelli də, Yaglantı da və digərlərində biz dəfələrlə Kaleni də deyirdik daim olaraq. İndi də Akampo bunu hamısını boynuna alır. Bəli, boynuna alır. Yəni bax burada Azər müəllim, mən deyərdim ki, əsas göstəricilərdən biri odur ki, Azərbaycan sona qədər strateji təmkin göstərdi, çalışdı bu münasibətləri qorusun. Amma yenə də günahkar sizsiniz ki, siz sui-istifadə etdiniz və nəhayət əgər biz bundan sonra da artıq susmağa üstünlük versəydik, ya dözüm göstərir, o bəlli olacaq idi ki, deyəsən Azərbaycan bu prosesləri qəbul eləyir, qeyd-şərtsiz və bizim dediyimizə artıq gəlmədi. Xeyr, siz axı bizdən düzgün şey tələb eləmirsiniz, siz bizdən qeyri-qanuni yanaşmanı tələb edirsiniz. Baxın, mən hər dəfə düşünürəm ki, bu biraz pərdəni açaq da görə nə baş verir. Nə üçün məhz indi belə bir qətnamə qəbul olundu? Deməli, burada çox ciddi üç amil var. Bəlkə də bir qədər də belə yanaşsaq, belə səthi yanaşsaq, dördüncü amil də özünü. Amma üçünü mən xüsusilə qabartmaq istəyirəm. Birincisi, Ermənistanda Avropa Siyasi Birliyinin toplantısı keçirilir. Toplantı öncəsi emosiyanın ən pik həddə çatdırmaq, Azərbaycan-Avropa İttifaqı münasibətlərini gərgin şəkildə olduğunu bir daha göstərmək, tək bir tərəfli qətnamə qəbul olunmaq şəklində yox, Azərbaycanın da bundan bağlı reaksiyası və s. və yaxud. Yəni bunu Avropa Siyasi Birliyinin Ermənistan toplantısında, İrəvan toplantısında hansısa bir formada qabartmaq. Üzr istəyirəm, Azərbaycan, yenə də Fransanın biz orada sübutunu görürük. Bəli, artıq öyrəşiblər də. Granada yadımıza salaq. Bəli. Azərbaycan olmaya, Azərbaycanla bağlı hansı bir yanaşmalar formalaşdırırlar. Necə Azərbaycan sülh prosesində iştirak edən bir tərəfdir. Əsas tərəf Azərbaycan. Əsas tərəfdir Azərbaycan. Çünki gündəliyi də biz tərtib etmişik. Biz formalaşdırmışıq. Bu məsələnin bir tərəfi. Bu birinci amildir. Avropa Siyasi Birliyi. İkinci amil mənim təsəvvürümdə bu deməli şəhər salma forumudur. Mən bunu eyni zamanda COP29-da da gördüm. COP29 öncəsi, COP29 öncəsi yenə də həmən o qətnamələr qəbul olundu. Yenə də biz bunu məsələ ilə bağlı sərt mövqe sərgilədik. Sonra nə baş verdi? Həmən Avropa Parlamenti başladı öz ölkələrinin rəhbərliyinə təsir etməyə ki, onlar gəlib COP29-da iştirak eləməsin. Bax, düşünürəm ki, bax bu da bu ikinci amildir. Və üçüncü amil, Ermənistandakı parlament seçkiləri. Ermənistandakı parlament seçkiləri öncəsi Azərbaycan-Avropa İttifaqı münasibətlərini gərgin şəkildə göstərməklə nəticə etibarilə özlərinin daxili auditoriyasında, hansı ki, Avropaya meyilli olan qüvvələr var, yəni belə deyək, qüvvələr bir neçə tərəfə meyillidir. O cümlədən də Avropaya meyilli olan qüvvələr var, belə deyək, Avropa-sentrik qüvvələr, bir də var Rusiyaya meyilli qüvvələr. Avropada bunu çox gözəl hesablayırlar ki, bugün çox sərt mübarizə gedir seçki öncəsi və heç kəs bu saat əminliklə deyə bilməz ki, 50-100% burada Paşinyan qalibdir. İndiki şəraitdə bunu demək çox çətindir. Hətta 55-45-ə də olsa da belə, bu da belə, yəni belə 50-50-yə götürək. Deməli, belə vəziyyətdə nə etmək lazım? Hər iki tərəf çox vacib müdaxilələr edir. Biri qaz təchizatı və digər iqtisadi əlaqələr mövzusu üzərindən təzyiqi göstərir, daxili auditoriya. Bu Paşinyan olan təzyiq deyil, elektorata təzyiqdir. Avropa İttifaqı isə özünün bir erməni-sentrik bir mövqedə olduğunu göstərməklə
Rusiya bağlı olan qüvvələri öz tərəfinə çəkməyə çalışır. Yəni burada çox incə bir gedişlər baş verir. Üç amil Yox, qətiyyən. Bu üç amil üçü də birbaşadır. Azərbaycanın təmkini olması COP29-da da özünü göstərdi. Əminəm elə şəhər salma forumunda da bizim davranışımda bu göstərilir. Və digər tərəfdən də Azərbaycan açıq bir siyasət yürüdür. Əgər bir ay ərzində Azərbaycana Çexiyanın baş naziri gəlirsə, əgər bir ay ərzində Azərbaycana Latviyanın prezidenti gəlirsə, Litvanın baş naziri, Ukraynanın prezidenti gəlir, indi də İtaliyanın baş naziri Giorgia Meloni gəlirsə, bu artıq ondan xəbər verir ki, Avropa İttifaqına üzv olan ölkələr, hansılar ki, dediyim kimi, bəzi hallarda rəsmi Brüsselin siyasətini qəbul etmirlər və onlar daha müstəqil, suveren siyasət yürütməkdə maraqlıdırlar. Onlar Azərbaycanla olan münasibətlərini kifayət qədər intensiv və çox şaxəli şəkildə inkişaf etdirməkdə maraqlıdırlar. Biz bunu hətta Latviyada görürük. Baxın, Latviya ilə bizim münasibətimiz ticari dövriyyəyə baxaq, elə də yüksək rəqəmlər deyil. Amma nə baş verir? Latviya ilə Litva konkret olaraq Azərbaycanı özü üçün strateji tərəfdaş, Cənubi Qafqaz bölgəsində strateji tərəfdaş seçir. Hətta müəyyən bir üzrxahlılığı da yadımdadır. Onların COP29 öncəsi məsələn o da var idi. Onlar ikinci səviyyədə yəni təmsil olundular burada. Xarici İşlər Nazirliyi ya onun müavini səviyyəsində. Amma istənilən halda bunu göstərir ki, hətta Latviya, yəni Pribaltika dövlətləri belə, hansı ki Nordic-in fəal iştirakçısıdır, 8 ölkə və onların üzərindən Skandinaviyada çıxış Azərbaycan üçün bu baxımdan önəmlidir. Buna baxmayaraq Latviya açıq-aşkar, yəni beynəlxalq münasibətlər sistemində siz dəfələrlə bunu efirlərdə də deyibsiniz. Burada çox vacib göstərici nədir? Onların Azərbaycana gəlməsi. Azərbaycana gəlirlər. Bəli, sıraya düzülürlər. Necə ki biz bunu Davosda da görmüşük, necə ki biz bunu zamanında samitlərdə də görmüşük, Münxendə də yeri gəlmişik, görmüşük. Yəni bu artıq ondan xəbər verir ki, bu hansısa bir platformalarda sıraya düzülmə deyil, bu Azərbaycana gəlmək üçün sıraya düzülməkdir. Çünki Azərbaycan etimadını doğrultmuş, etibarlı tərəfdaş olaraq strateji tərəfdaşlığın ən yüksək, ali nöqtəsinə çıxardan və həmin dövlətlər üçün həyati əhəmiyyətli olan məsələlər, enerji və nəqliyyat logistika layihələrinin ən uğurlu şəkildə təmin olunmasına səbəb olan Azərbaycandır. Azər müəllim, nəhayət bizim sayılı dəqiqələrimiz qalır proqramımızın sonuna. İrəvanda artıq keçən bu Avropa Siyasi Birliyinin toplantısı, zirvə görüşündə bir növ. Bu da elə siz bilən seçkilərlə əlaqəlidir, yoxsa yox? Əvvəlcədən yox, bu əvvəlcədən verilmiş bir qərardır, amma burada uzağa hesablanmış bir perspektiv var. Məsələ bundadır ki, yəni bildiyiniz kimi 2026-cı ildə Ermənistanda keçirilir, 2027-ci ildə Azərbaycanda keçiriləcək. Yəni bu artıq bir neçə ilə hesablanmış bir prosesdir. Amma təbii ki, Ermənistanda olması Avropa İttifaqının Ermənistanla bağlı bir xüsusi siyasətinin və yanaşmasının olmasına xəbər verən bir prosesdir. Çünki konkret olaraq, misal üçün, adətən indi görmüşük, Avropa Siyasi Birliyinin tədbirləri Avropa ölkələrində baş verir. Avropa İttifaqının üzvü olan ölkələrin ərazilərində baş verir. Nə üçün Ermənistanda baş verir? Çünki söhbət Cənubi Qafqaz bölgəsində Avropa İttifaqının qonşuluq siyasətinin amilinin bəli, gücləndirilməsinə çox ciddi ehtiyac var. Yəni bugün reallıq ondan ibarətdir. İrəvan Avropa müstəvisində, yəni o beynəlxalq platformaların, yəni o ən azından başlıqlarda yer ala biləcək məkanlardan biri kimi göstərilir. Amma bir məsələni də yaddan çıxır. Axı Ermənistan həm də müxtəlif qütblərin maraqlarının toqquşduğu bir məkandır. Həmin ölkədən müəyyən məqsədlər üçün platsdarm kimi istifadə etmək istəyən niyyətində olan dövlətlər və siyasi mərkəzlər var. Avropa İttifaqı da onlardan biridir. Avropa İttifaqı Ermənistanda özünün de facto müxtəlif kimisiya və digər məsələlər üzərindən təmin etməklə yanaşı, Ermənistanın Avropa İttifaqına olan inteqrasiyasını sürətləndirməkdə maraqlı olan bir tərəfdir. Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan üçün, yəni Rusiya ilə əsas strateji bir tərəfdaş qismində olduğu bir şəraitdə Avropa İttifaqının üzvlüyü onu nə dərəcədə perspektivli görsənə bilər. Amma çox gözəl başa düşür ki, bu tamamilə fərqli müstəvilərdir və bunların ağız-ağıza gəlməsi mümkünsüzdür. Birindən çıxmalıdır ki, digərində üzvü olsun. Amma digərində üzvü olana qədər, hələm digəri maksimum çalışır ki, Ermənistan üzərindən bir tərəfdən Avropa İttifaqının müəyyən dairələri var, onların merkantil maraqlarını təmin eləmiş olsa, erməni diasporasının lobby qrupları. Məsələn, digər tərəfdən Avropa İttifaqı üzərindən Avropanın Cənubi Qafqazla bağlı olan strateji maraqlarının təmin olunmasına nail olunsun. Bunu Gürcüstan üzərindən eləmək istədilər, baş tutmadı. Müxtəlif təzyiq elementlərincə. Amma bugün Ermənistan Gürcüstandan fərqli olaraq daha
çətin və həssas bir dönəmdədir. Bəli. Çünki Gürcüstanda bax bu dediyimiz o qütblər arası qarşıdurma o səviyyədə deyil ki, necə ki burada. Çünki burada revanşistlər var, burada Rusiyaya bağlı olan qruplar var, oliqarxlar var, əhali arasında narazılıq kifayət qədər böyükdür. Axı Ermənistan 44 günlük Vətən müharibəsindən məğlub çıxdı. Gürcüstan uzaqbaşı 2008-ci ildəki müharibədən məğlub çıxa bilər. Torpaqları indi bu gün də hələm işğal altındadır. Ölkənin ərazi bütövlüyünün təmin olunmur. Ermənistan bundan fərqli bir vəziyyətdədir. Amma yenə də əhalinin arasında çox sərt bir Paşinyan əleyhinə də olan qüvvələr kifayət qədər çoxdur. Hətta bugün keçirilən sorğularda da 25-30%, 35% olsa da belə Paşinyan əleyhinə. Bu potensial elektoratın göstəriciləridir və bundan istifadə eləmək istəyən dairələr də çoxdur. Ona görə də mən düşünürəm ki, Ermənistanın hələm dırnaq arası gözəl günlər hələm qabaqda başlayır. Çünki parlament öncəsi həmən indi bu start verilir may ayından etibarən. Bir ay qalmış start verilir. Və ondan sonra da bunların o kütləvi mitinqlər ki başlayacaqdır. Ondan sonra ola bilər ki, hətta bu hansı bir formada ixtişaşlara da səbəb olsun. Çünki erməni kilsəsi də bekar oturmur. Əlbəttə. Erməni kilsəsi hamısı bir cərgədədir. Bəli. İndi onlar bütün resurslarını və səylərini bir araya gətirib sonra hücuma keçmək istəyirlər. Avropa İttifaqı da bunu bilir. Avropa İttifaqı maksimum çalışır ki, Paşinyanı bu prosesdə sığortalasın. Amma Azər müəllim, sizin fikrinizə qayıdaraq mən bir şey də yenidən vurğulamaq istəyirəm ki, yəni Avropa təsisatlarının ümumiyyətlə və rəsmi Brüsselin də və siyasi birliyinin də Cənubi Qafqaza olan diqqəti və bura yanalması ondan xəbər verir ki, Azərbaycanın yaratdığı reallıqlar Cənubi Qafqazın belə deyək, həm nüfuzunu qaldırıb, digər tərəfdən onun beynəlxalq proseslərdəki, inteqrasiya məsələlərindəki rolunu, yüksək göstəricilərini onlar artıq əsas götürür. Yəni Ermənistan istər-istəməz Azərbaycanın kölgəsindədir burada. Baxın, Azərbaycanla bağlı onların sualları yoxdur. Yoxdur. Yəni Azərbaycanın o həyata keçirdiyi o siyasət kifayət qədər şəffafdır. Yəni və konkret. Həm də effektiv. Effektivdir və burada əsas önəmli məsələ nədir? Baxın, həmişə biz onu deyirik ki, Azərbaycanın milli maraqları hansısa bir dövlətin milli maraqlarına zidd şəkildə təmin olunmur. Biz heç bir dövlətin milli maraqlarının əksinə bir siyasət yürütmürük. Biz öz milli maraqlarımızı təmin edirik, öz hüdudlarımız daxilində o işləri qururuq. Xarici siyasət kursumuzda bu prinsipdən irəli gələrək qarşılıqlı hörmət, etimad, fayda verə biləcək bir tərzdə. Ermənistanda bu elə deyil axı. Deyil. Azərbaycanın təqdim eləyə biləcəyi məhsul var. Ermənistanda bu məhsul yoxdur. Həm də Azər müəllim, ən əsas göstəricilərdən biri də ki, Azərbaycanın subyektliyi heç kəsdə şübhədə olmur. Ən yüksək zirvədədir. Amma Ermənistanın da yarımçıq subyektliyi. Hələ həm yarımçıq deyil. Siz bəlkə də ola bilsin, bu hələm bir qədər də sual altında olur məsələ. Çünki Azərbaycanın faktiki olaraq Ermənistanla sülh gündəliyi ətrafında apardığı danışıqların da əsas qayəsini o təşkil edir ki, Ermənistan özü öz taleyini müstəqil şəkildə həll etmiş olsun. Yəni biz bunu Çexiyada, Praqada keçirilən sammitdə də gördük, digər yerlərdə də hər dəfə Paşinyan harasa qaçır, nəsə gizlənir, kim nəsə məsləhətləşir. Yəni bu kimi məsələlər olmasın deyə Azərbaycan çalışır ki, Paşinyan komandasına da həm də o cümlədəndir ki, yəni tam bərabər hüquqlu bir ölkə olaraq bu danışıqlar prosesində iştirak eləməklə birgə bu sülhün qurulmasına biz nail olaq. Və bu baş verdiyi halda Azərbaycanla artıq Ermənistan sülh müqaviləsini imzaladıqdan sonra biz deyə biləcəyik ki, ölkə tam suveren şəkildə artıq öz müqəddəratını təyin eləmiş oldu. Ona qədər burada baxın, ölkə müxtəlif qruplar arasında, mərkəzlər arasında parçalanmaqdadır. Hər qrup müxtəlif yollarla bura müdaxilələr etməkdədir. Biri mülki missiya, biri baza, biri nə bilim hansı yola onlar qədəm qoyacaqlar sözlərdə bilmirlər. Hansı bir ekip, nə bilim cürbəcür belə müdaxilələrlə, hansı bir konseptual, öz aləmlərində bir fundamental bir yanaşma. Bu balaca bir Ermənistanın başında bu qədər deməli maraqların toqquşması da heç özü normal bir hal deyil. Bu artıq ondan xəbər verir ki, dövlət hələm öz o belə deyək də ayaqüstə qalxa bilmir. Sözün əsl mənasında. Və hər bir başqa biz də köməklik eləyirik ki, ayaqüstə qalxsın və Cənubi Qafqaz bölgəsində nəhayət o uzun müddətli dayanıqlı sabitlik təmin olunsun. Azər müəllim, elə son olaraq elə Ermənistanın nicatı təbii ki, Qafqaz bölgəsində, yəni Azərbaycandan irəli gələn imtiyazlardadır. Yəni gedib okeanın o tərəfində, Avropalarda bir açarları axtarıb tapmaq, cəhdləri bunlar əlbəttə ki, çünki özləri də bunu bilirlər, amma digər tərəfdən də o qərblilərin, özgələrin təzyiqləri qarşısında bunlar hardasa təslim olurlar.
Bu çox bir can sıxıcı bir Qərblər göstərici. dediniz, mənim yadıma o şərq tərəfdaşlıq proqramı düşdü. Bəli. Bu mehriban qonşuluq prinsiplərini güya ki, proqram üzərindən eləyirdilər, amma nəticədə biz gördük nə baş verdi. Münasibətlər qeyri-sağlam. Yəni məsafələr varsa münasibətlərdə, tək coğrafi yox, həm də siyasi məsafələr. Əlbəttə. Yəni burada hansı bir effektiv bir siyasətdən söhbət gedə bilməz. İlk əvvəl qonşularla bu Əlbəttə. münasibətlər mehriban olmalıdır. Bir də ki, inteqrasiya elə Astanadan başlayır. Birgə yaşam və perimetr üzrə təmin olunmaqdadır. Qonşun nə qədər mənim güclü olarsa və mənlə çox xoş münasibətdə olarsa, mən də onunla xoş münasibətdə olacağam. Biz daha da güclü ola bilərik. O məndən, mən ondan hansı qazanclarımız da daha çox olur. Bəli, təbii. Və bu da başqaları üçün bir örnək ola bilər. Təbii. Azər müəllim, çox sağ olun. Çox maraqlı bir yanaşma siz sərgilədiniz və mən elə başa düşürəm ki, bizim tamaşaçılar faydalandılar. Və təbii ki, bu proseslər hamısı diqqət mərkəzində olub, o var və qalacaq və təbii ki, bizim də istəyimiz ondan ibarətdir ki, bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və özgə qüvvələr burada bizim münasibətlərə problemlər gətirməsinlər. Çox sağ olun. Belə hörmətli tamaşaçılar, bugünkü bizim proqramımızı da biz yekunlaşdırırıq. Xatırladıram ki, mənim həmsöhbətim Milli Məclisin deputatı Azər Allahverən oldu. Və çox sağ olun ki, siz bizə diqqət yetirdiniz. Salamat qalın.